Salam. Bütün müsəlman bacı və qardaşlarımı salamlayıram və hamınızdan xahiş edirəm, mənə köməklik edin. Mən Şahməmmədov Rasim Eldaroğlu. 46 yaşım var, İsmail rayonunda yaşayıram. Ailəliyəm, bir 16 yaşında oğlum var. Özüm 2010-cu ildə avtomobil qəzası keçirmişəm. Belim sınıb, iliyi sıxıb. Əməliyyat olmuşam 2010-cu ildə. Düzgün əməliyyat getmədiyinə görə nə gəzə bilmirəm, nə də otura bilmirəm. Dizlərim, ombam bükülmür. Ancaq üzü üstə gördüyünüz kimi belə yataqda yatıram. Həyat yoldaşım da 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir. Bir sözlə durumumuz çox çətindir, çox acınacaqlı vəziyyətdəyik. Mən bu yaxınlarda bütün dizlərimi, ombamı, onurğamı hamısını MRT elətdirib Türkiyəyə Acıbadəm klinikasına göndərdim. Orada onurğa beyin cərrahı yoxladı. Baxdıqdan sonra slimkalara dedi ki, sənin onurğanda qətiyyən düzgün əməliyyat getməyib. Sən təcili yenidən əməliyyat olmalısan. 5 əməliyyat keçirilməlidir. Onurğamda, dizlərimdə və ombalarımda. Əməliyyatdan sonra həkim 100% qaranti verdi ki, oturdacam. Dedi, əməliyyatdan sonra ola bilər ki, gəzmə ehtimalı da ola bilər, amma 100% oturdacam. Dedi, ola bilər ki, bəzi yerlərində də hissiyatlar əmələ gəlsin. Bu əməliyyat üçün məndən $43.000 istədi. $43.000 yəni sənəd də göndərib, orada qeyd olunub $43.000. Bütün dövlət qurumlarına yazıram, dayanmadan da yazıram, baxan yoxdur, heç kimin vecinə də deyiləm. Ümidim göydə Allaha, yerdə də sizədir. Dəyərli müsəlman bacı qardaşlarım, ümidim sizlərədir. Mənə gücünüz çatandan köməklik edin. Bu $43.000 toplansın, mən gedim əməliyyat olum. Heç olmasa gəzə bilməsəm də insan kimi əl arabasında otura bilim. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənə köməklik edin, biganə yanaşmayın. Mən də heç olmasa oturum bu stol arxasında, yeməyimi, çayımı, yəni stol arxasında oturub içim, yeyim, içim. 15 ildir mən ancaq üzü üstə yeməyimi də belə yeyirəm, çayımı da belə içirəm. Çox əziyyət çəkirəm. Dözmürəm, üzü üstə yatma gücüm yetmir. Sinəm ağrıyır, qollarım ağrıyır, boynum ağrıyır. Çox əziyyət çəkirəm. Sizdən artıq dərəcədə xahiş edirəm. Allah üçün mənə gücünüz çatandan yardım edin. Bu $43.000 toplansın, gedim əməliyyat olunum, gəlim. İnsan kimi əl arabasında otura bilim, stulda otura bilim. Sizdən artıq dərəcədə xahiş edirəm. Öncədən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Allah sizdən razı olsun. Allah malınıza, mülkünüzə bərəkət versin. Minnətdaram sizə. Xahiş edirəm, kömək edin. Salam aleyküm. Sizi Azərbaycandan salamlıyorum. Benim adım Rasim. 45 yaşındayım. 2010. yılda kaza geçirdim. Belim sındı. El1 12. faqara. Ondan beri ameliyat yaptılar bana. Ameliyattan sonrası ne yürüyemiyorum ne oturamıyorum. Dizlerim, kalçalarım bükülmüyor. Buradan göbekten aşağı hiçbir şey hissetmiyorum. Büyük tuvaletimi, küçük tuvaletimi de hissetmiyorum. Bak böyle hep yatalağım, üst üste de yatabiliyorum. Böyle uzanıyorum. Çek ayaklarımı çek görsünler. Ayaklarım arıklamış böyle olmuş. Her ikisi yakından çek. Her ikisini. Dur qatlar rüfət dizlərimi. Göz durdu qabağında video çəkib ayına dur ki görsün. Bak böyle bundan artık katlanmıyor. O birisini de. Bu da böyle. Yakından çək görsün. Her ikisini elə bir də. Onu da o birisini.
Böyle. Şimdi oradan çek. Böyle dönüyorum. Böyle dönüyorum. Bak böyle. Ha. Bak böyle dönüyorum. Zaten. Ha. Böyle. Hep böyle yatıyorum. Dizlerim katta. Hatta bu böyle dizlerim katlanıyor. Yani bundan artık katlanmıyor. Yakından çek dizler görsensin ki necə katlanır. Tələsmə, Rüfət yavaş yavaş görsün. Tam aydın görsənsin ha. Hər ikisini elə. İndi aralı dur, ayaqlarımı tam çəksin. Altından çəkə-çəkə gəl belinə ki. Gəl, gəl, gəl. İndi saxla videonu. Ya. Böyle biniyorum arabaya. Böyle dışarı çıkıyorum. Arabadan da başka türlü yapamıyorum. Böyle de iniyorum. Şimdi çek düşüm. Gözde. Ne diye? Ne ayağımı koydu. Ya çok yok gözde. Ya. Böyle. Aha. Bak kollarımda güç var. Kollarımda güç iyi. Ama göbekten aşağı hiçbir şey hissetmiyorum. Kollarımda güç var. Bak böyle. Teşekkür ediyorum. Sürdür.